Nağıl bəzən bizdə kiçildilir. Halbuki bünövrəmiz nağılla qoyulur. Ailə düzəninin dəyişdiyi, ailələrin kiçildiyi, dilsizliyin yayıldığı bir dövrdə nağıl istər müasir olsun, istər klassik olsun, istər əfsanə, istər hekayə fərq etməz. İnsanlar arasında bu körpünü qurmağın ən bəsit, həm də bir o qədər mükəmməl yoludur. Sizə o nağılları danışdıran hansı qüvvədir? 2 gün demək olar mən o təsirdən çıxa bilmirəm. Gəlin nağıllarla reallıq arasından da bir danışaq. Həyatımızda gözəlliklə bərabər mütləq biz pislik də görəcəyik. Mən özüm də sırf gözəlliklər üzrə köklənmiş bir istiqamətdə böyümüşdüm. Artıq reallığa atılanda özüm bir şəxsiyyət kimi formalaşanda həyatın neqativ üzlərini görəndə mənim üçün çətin olmuşdu. Mən düşünürəm ki, övladlarımızı da elə bu görəcəyi pisliklərə də nağıl vasitəsilə hazırlamalıyıq. Analar nağıl danışsın, analar